Deməli, M1 və M2 arasındakı bizim qüvvəmiz, yəni F1, 2 bərabərdir F-dir. 1 və 3 arasındakı qarşılıqlı təsir qüvvəsini soruşur. F1, 3-ü bizdən soruşur. F1, 2-ni necə taparam? Əlbəttə ki, J vuraq, M1 vuraq, M2 bölək R kvadratı tapacam. Onda olacaq, yerinə yazaq, indi baxın burada, bərabərdir. J vuraq, M1-imiz verilib M şərtdə, M2-miz verilib 2M, bölək onlar arasındakı məsafənin kvadratı. M1 və M2 arasındakı məsafə gördüyümüz kimi 2 damadır. 2-nin kvadratı olacaq 4. Bunlar ixtisar gedir. Sürətdə 1 məxrəcdə qalır 2. Deməli, aldıq ki, J vuraq, M-in kvadratı bölək 2. Bu F1 2-yə bərabərdir və bu da F verilmişdir şərtdə. Biz aldıq ki, F bərabərdir J vurulsun, M-in kvadratı bölək 2. İndi F1 3-ü tapacağım. Gəlin buradan tapaq. F1 3 bərabərdir J vuraq, M1 vuraq, M3 bölək artıq onlar arasındakı məsafənin kvadratı. Onda olur, fikir verin, J vuraq, M1-imiz M-dir, M3-ümüz bayaqlar dedik 4M-dir. R məsafə, hansı ki, birinci və üçüncü arasındakı məsafə olacaq artıq. Baxın, gördüyünüz kimi 4 damadır, 4-ün kvadratı olacaq 16. 16 və 4-ü ixtisar aparım, sürətdə 1 məxrəcdə qalacaq 4. Deməli, bu da bərabər oldu. J vurulsun, M-in kvadratı bölünsün 4-ə. Gəlin buradan, hansı ki, J vuraq, M-in kvadratını tapaq. J vuraq, M-in kvadratını tapsaq, bərabər olacaq 2F-ə. Çarpaz vururam, hansı ki. Aha, gətirək, bax burada, indi yerinə yazaq. J vuraq, M-in kvadratını yerinə 2F yazsaq, olacaq 2F bölək 4 və 2 və 4 ixtisar gedir. Sürətdə 1 məxrəcdə qaldı 2. Deməli, aldıq F bölək 2.